Əslində, misal üçün, sözünüzü kəsib, əslində sizin beyninizdə bu konkret olaraq bölünmüşdü. Bəli. Doğru. Misal üçün, elə insanlar var ki, onlarda o bölünməyibdi. Mən uşaq vaxtı aparıcı olmaq istəsəm də, müəyyən dövrlərdə mən onu itirmişdim. Amma müəyyən dövrdən sonra mən yenə də öz istədiyim hədəfə gəlmişdim. Amma itirdiyim bir zaman var idi. Amma o zaman çərçivəsində öyrəndiklərim var idi ki, məni bura onlar gətirmişdi. Misal, məndə də uşaq vaxtı soruşdular ki, sən böyüyəndə nə olacaqsan? Mən qalırdım, mən bilmirdim ki, mən nə olmaq istəyirəm. Biraz, necə deyim, uşaqlarla danışıqdan keçir, uşaqların özəlliyini ortaya çıxarmaqdan keçir. Məsələn, sizin kimi sinif yoldaşlarım vardı, onlar dəqiq bilirdilər nə istəyirlər, hara gedirlər, nə olacaqlar. Amma bəziləri var ki, mən başa düşmürdüm. Mən o vaxtı daha yaxşı təhsil almaq nə üçün lazımdığını başa düşmürdüm. Bilirsiniz, ona görə indi özüm başa düşməmişəm, indi övladlarımla elə deyiləm. Amma indi onlara deyirəm, sən nə olmaq istəyirsən, sən nə etmək istəyirsən, sən marağın daha çox nəyədir? Mən onlara baxıram. Yolu onlara vermişəm ki, görün bunlar ümumiyyətlə nə bacarırlar, nə etmək istəyir. Mən deyirəm, sən bunu daha yaxşı bilirsən, amma qarışmıram. Ona görə bu biraz individual məsələdir. Bəli, amma yenə deyim, adamına görə dəyişir. Amma valideyn də qorxur. Mən məsəl üçün indi övladlarım üçün qorxuram ki, səhv hədəf seçərəm. Bəli, ən böyük problemlərdən bu gün biri səhv, yanlış yönləndirilmədir. Bu günləri mənim ən çox danışdığım ortamlarda qeyd etdiyim məsələlərdən biridir. Bu günləri biz çox sosial mediada da görürük. Aşırı dərəcədə attestatla təhsil təbliğ olunur. Məsələn, bu mənim təhsildə ən yaralı və etiraz etdiyim məsələlərdən biridir. Niyə etiraz edirəm? Məsələn, mən düşünürəm ki, attestatla təhsil almaq nədir? O demək, ümumiyyətlə belə haşiyyədə mənim yoldaşım özü də ixtisaslaşma, kodlaşma işi ilə məşğuldur da. Bizdə bir işçi, ümumiyyətlə bir əməkdaşımız işə gələndə mənim yoldaşım ilk sual ki, hansı qrupa verib və nə qədər bal yığıb? Mən onu deyəndə deyir ki, sənə elə gəlir. Deyir ki, çox vacibdir. Universitet balı çox vacibdir. Deyirəm ki, niyə görə düşünürsən də? O qədər insanlar var ki, neçə yüz balla universitetə girib, amma deyir ki, o da bir təməl biliyi idi də. Yəni biz universitetdə biz biliklər öyrənirik və biz bal, deməli mənim bazam var ki, mən gedib bal yığmışam və universitetə qəbul olmuşam. Bəzən biz bunu qəbul eləmirik, amma mən zamanda da düşünürdüm ki, universitet balı düzdür, okey, universitetə girəndən sonra karyera qurmaq hər bir insanın şansıdır, fərasətidir, çalışqanlığıdır. Bundan razıyam. Amma mən düşünürəm ki, universitetə girmə balımız da çox önəmli. 11 il universitetdə hədəfli olmayan, 11 il məktəbi effektiv oxumayan bir şagird. Yəni qəbulda minimum 300 baldan 150 bal toplamayan bir kandidati biz niyə attestatla xaricə təhsilə yönləndiririk? Xaricə təhsil nədir? Xaricə təhsil ölkəni təmsilçiliyin bir parçasıdır. Mən elə düşünmüşəm. Mən xaricdə təhsil alanda, mən xarici layihəyə çıxaranda mən jalə deyiləm. Mən Azərbaycanam, mən Azərbaycanlıyam, Azərbaycanın səsiyəm. Mənlə yola çıxan, bu gün bunu nəyisə görə demirəm. İstənilən uşaqlar, mənlə yola çıxan uşaqlar deyil, hər dəfə deyirəm, biz Azərbaycanlıyıq. Artıq əksi hərəkət olmasın, Azərbaycanı düzgün təmsil edin. Bəzən uşaqları biz bir debat yarışına gedirik. Kostyum geyinəndə mən hamısına deyirəm ki, qalstuk tak, kostyum tak. Deyirlər ki, müəllimə, Avropalılar tişört geyinib, siz elə imkan vermirsiniz, bizdən başqa qalstuk. Mən deyirəm ki, o Avropalıdır, o İtalyandır, o Fransızdır, sən Azərbaycanlısan. Və sonra gəlib mənə deyirlər, deyirlər ki, biz sizin komandaya heyran qaldıq, çox disiplinlidirlər, çox ağıllıdırlar, çox belə cool görsənirlər. Bu nədir? Və biz orada Azərbaycanı təmsil edirik. Artıq ilkin təəssüratı. İlkin təəssüratı biz yaradırıq. Və artıq Azərbaycanlı komandası deyəndə onların beynində biz yaranırıq. Çünki biz orada onu təmsil edirik. Və mənə görə xaricdə təhsil də biz bir auditoriyada oxuyuruqsa, biz xaricdə təhsil alanda nə deyirlər? Deyirlər ki, patokumuzda Hindistanlı da var. Bu günlərimiz bu xaricdə təhsil alan uşaqlardan soruşanda deyirlər ki, fizika, kimya auditoriyasında Hindistanlılar çökürlər, çox savadlıdırlar, kəlli. Halbuki biz bu günləri bir Avropalı və bir Hindistanlı müqayisə olsa, hamımız üçün Avropa daha cazibdir, nəinki Hindistanlı. Amma bu günləri biz xaricdə təhsil alanda, bu real gəlin statistik keçirək, xaricdə təhsil alan tələbələrin qrup yoldaşından sorsa, hamısı Hindistanla heyranlıqla. Niyə? Çünki adamlar çox zəkidirlər. Çox ağıllı. Fizika, kimyada, informatika görsə bütün proqramların həqqini o dəqiqə çıxarırlar və göstərirlər YouTube-dakı bunu belirlər, izlə və s. Yəni bu nədir? Onlar da bir sunumdur. Bu dəqiqə İngiltərənin alimlərinin 60% Hindistanlıdır.
Yəni İngiltərə kimi dünyaya hegemon olan bir ölkənin aliminin 60% Hindistanlıdır. Bu nədir? Yenə də bir ölkə təmsilçisi. Və xarici təhsil də nədir? Xarici təhsil elmi təmsil edirik. Biz ölkəmizi təmsil edirik. Biz bir auditoriyada oxuya bilmiriksə, biz auditoriyadan drop out ediriksə, biz necə ölkəmizi təmsil edə bilərik? Bizim ölkəmizin dövlət siyasəti var. Xarici təhsil alan tələbələrimizi dövlət niyə maliyyələşdirir? Ölkəmizin lobbiçilik siyasətidir. Azərbaycanda təhsil alan, Azərbaycanı təmsil edən gənclərimizin sayı artsın. Siz attestatla alan tələbəni niyə xaricə göndərib, drop out edib ölkəyə geri qaytarırsınız? Həm uşaqda özgüvən problemi yaradırsınız, yetərsizlik problemi yaradırsınız, valideynə maddi zərər vurursunuz və cəmiyyətə də faydalı bir gənc yetişdirmirsiniz. Mən olsam, mənim qarşıma çıxanda deyirəm ki, məncə getsin, peşə öyrənsin. Deyirəm, məsələn, adamlar pul verir, nəticə alır. Mən nəticəni verərəm, gedək biri İngiltərədə dil kursu keçər, ya hansı bir ixtisası keçər, öyrənər və gəlib, inanın ki, bu günlərim marketinq canı sağ olsun, Instagramın canı sağ olsun, saç ustasınızsa, gedib bir ay İtaliyada, nə bilim, hansısa bir xarici ölkədə kurs gəlib getsəniz, valla o 4 il universitetdə elədiyiniz xərcdən də artıq pul qazanırsınız. Çünki artıq siz şəxsi brendinizdə investisiya etmiş olursunuz. İnsanlar sizi xaricdə təhsil alıb gəlmiş, saç ustaçısı kimi qəbul edir. Və fashion dizaynersınız, yaxud da hər hansı bir cake industrisindəsiniz və çox rahat bu günlərim əvvəllər bu limitli idi. Yəni mən şəxsən elə düşünürəm ki, mən 4 il attestatla təhsilə zaten pul verirlər, konsultanta pul verirlər. Hələ onun yaşamına, xərcinə nə qədər pul verir? Oxuya bilmir, yetərsiz gəlir universitetə, olur ali təhsilli, nə bilim,